Esselamu aleykum və rəhmətullahi və barakatuh. Çox hörmətli, dəyərli, möhtərəm, mömin müsəlmanlar, bu həftə siz dəyərli cəmaata söhbət açacağımız mövzu təbii ki, həcc haqqında olacaqdır. Həccin əvvəla mahiyyəti və hikməti haqqında söhbət açacağıq. Əziz dəyərli möminlər, bildiyiniz kimi İslam dininin, yəni biz müsəlmanların yol aldığı, getdiyi o mübarək yolun, yəni dinin əsas sayılan sütunlarından biri də həcdir. Həcc sözünün mənası yönəlməkdir. Hansı istiqamətə yönəlmək? Rəbbimiz Qurani Kərimində buyurur, Hiccül beyt, məlum evə tərəf yönəlmək, yəni Kəbəyə tərəf yönəlmək, yol almaqdır. Əziz dəyərli möminlər, həccin mahiyyəti, yəni bu ərəb sözüdür. Məhiyyə, nədir həcc? Sualı verildiyi zaman həcc bir yolçuluqdur deyirik. Bir səfərdir. Elə bir yolçuluq, elə bir səfərdir ki, digərlərindən olduqca fərqlənir. Çünki bu səfər haqqa aparan, Allaha, uca Rəbbimizə aparan bir səfərdir, yolçuluqdur. Mənəvi bir səfərdir. Həm fiziki güc tələb eləyir, həm də maliyyə imkanları tələb eləyir. Elə bir ibadətdir, elə bir səfərdir, elə bir mübarək yoldur ki, bu həcc, bütün müsəlmanlar bunun arzusundadır. Amma həccin də müəyyən şərtləri vardır. O şərtlər yerində olduğu zaman hər bir müsəlman bu haqq yola mütləq çıxmalıdır. Çünki bir insan həyatında yenilənməyə möhtacdır. İnsanın bu həyatda yenilənməsini təmin edən ən gözəl vasitə, bir nömrəli vasitə həcc ziyarətinə getməkdir. Amma bu hər kəsə nəsib olmur. Amma istəyən hər kəsə nəsib edər uca Rəbbimiz. Sadəcə könüldən istəmək və istəyimizdə israrlı olmaq lazımdır. Məhiyyə sualının cavabı olaraq həccin mahiyyətini izah edərkən bunları söyləmək olar. Bəlli başlı məlum aylarda, bəlli başlı məlum yerləri tavaf və ziyarət etməkdən ibarətdir. Həcc ziyarəti uca Rəbbimizin insanlığa bəxş elədiyi ən gözəl ibadətlərdəndir. Bəli, həcc bir ibadətdir. Namaz qıldığımız kimi, oruç tutduğumuz kimi və s. ibadətləri yerinə yetirdiyimiz kimi, həcc ibadəti də bizim bir vəzifəmizdir. Şərtləri nədən ibarətdir? Müsəlman olmaq şərtdir. Həddi buluq, müəyyən yaş həddini keçmək şərtdir ki, artıq bizim üzərimizdə bir vəzifə olsun. Və can sağlığı, səhhət də şərtlərdəndir. Eyni zamanda bu bir səfər olduğu üçün yolun əmniyyətli olmağı, gedib gəldiyimiz zaman problemlər ilə qarşılaşmamağımız da şərtdir. Eyni zamanda ora getmədən əvvəl həcc ziyarəti haqqında müəyyən maarifləndirmə prosesindən keçmək də şərtdir. Bilgi sahibi olub getmək şərtdir. Və eyni zamanda kimin gücü çatarsa, mali imkanların olmağı da şərtlərin ən başlıcasıdır. Bu şərtləri hansı mömin, hansı müsəlman əgər öz üzərində hiss edirsə, o zaman elə həmin ilisi ildə bir dəfə olduğuna görə zamanı vaxtı gəlirsə mütləq bu ibadəti həyata keçirmək lazımdır.
Əziz dəyərli möminlər, gedib görmədikcə qulaqdan eşitməklə biz o qədər də həcci dərk edə bilmərik. Çoxlarından eşitmişik, duymuşuq ki, həccə getmədən əvvəl bir başqa təsəvvürdə idik, amma getdikdən sonra bir başqa təsəvvür yarandı. O təsəvvür ki, Allahın dəvətinə, çağırışına getdikdən sonra insanın həyatında böyük bir mənəvi iz buraxır. Həcc, əziz dəyərli möminlər, bir dəvətə icabət etmək, qarşılıq verməkdir. Təbii ki, bu dəvət bildiyimiz qədərilə Qur'an-ı Kərimimizdə də bildirildiyi kimi Həzrəti İbrahim əleyhissalamın zamanından ənənəyə çevrilmişdir. Və bu həqiqətlər Qur'an-ı Kərimimizdə belə əks olunur. Bismillahirrahmanirrahim. وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ Ey İbrahim, çağır, səslə, əzan et, dəvət et. Finnəsi insanlar arasında elan et. Elan nədir? Bil-həcci, həccə getmək, yönəlmək, Kəbəyə gəlməkdir. Yə'tuqə ricələn, istər piyada gəlsinlər o insanlar. Və alə kulli damirin yə'tinə min kulli fəccin amik, istərsə də dəvələrlə gəlsinlər. Uzaq məsafələrdən arğın, yorğun dəvələr üzərində və yaxud da piyada olaraq həccə gəlmək üçün insanları səslə, çağır, dəvət elə. Bir başqa ayədə Rəbbimiz buyurur ki, Bismillahirrahmanirrahim. وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ Ey Peyğəmbər, xatırla ki, biz bir zamanlar İbrahim əleyhissalam üçün məkənəl beyt, əl-beyt, əliflam artikili ilə məlum ev deməkdir. Yəni, bildiyimiz Kəbə evindən söhbət gedir, hər evdən deyil. Kəbə evinin yerini biz ona artıq göstərmişdik. Və tahhir beytiyə, ey İbrahim, demişdik ki, mənim evimi təmizlə, tərtəmiz et. Axı ora ziyarətə gələcəklər. Kimlər üçün? Lit-taifinə vəl-qaimin, tavaf edən və duranlar üçün. Tavaf etmək Kəbə ətrafında dönməkdir. Duranlar isə məqam İbrahimin arxasında namaza durmaqdır. Və rukqa'is sucud, durduğu zamanda insan namazda nə edir? Ən əsası Rəbbimizin qarşısında əyilir, ruku edir, Rəbbimizin qarşısında əyilir, səcdə edir. Namaza duran, ruku edən, səcdə edən və Kəbə evini tavaf edənlər üçün mənim beytimi hazırla. Əziz dəyərli möminlər, bu bir əmrdir. Bu əmri bir başqa ayədə Uca Rəbbimiz belə bildirir. Bismillahirrahmanirrahim. وَلِلَّهِ عَلَى النَّاسِ Allah üçün, Allaha məxsusdur, Allah üçündür. Alənnəsi insanlar üzərində. Hiccül beyti, Kəbə evini, o evi ziyarət etmək, oraya həccə getmək. Mən istəta'a ileyhi səbilə, kimin ki gücü çatırsa. Gücü çatmaq məsələsi əsas şərtlərdəndir, əziz dəyərli möminlər. Elə insanlar var ki, arzusundadır, amma getməyə gücü çatmır. Şərtlərdən biri və yaxud bir neçəsi onda yox səviyyəsindədir. Ya imkanlara sahib deyil, ya xəstəlik məsələləri var, ya yaş məsələsi var və s. Ona görə də Uca Rəbbim bu ziyarəti gücü çatan insanlara vacib, fərz buyurmuşdur. Əziz dəyərli möminlər, kənardan eşitdiklərimiz, duyduqlarımız ilə əgər yola çıxsaq ki, bunlar insan məntiqinə dayanır. Dinimiz məntiq dini deyildir. Dinimiz təqlid dini, təslimiyyət dinidir. Çünki biz Uca Rəbbim qədər
estağfurullah, Uca Rabbimizin gönderdiği peygamberler kadar bilgiye sahip olabilmerik. Eğer bu ameli Peygamberimiz aleyhissalatu vesselam hayata geçirmişse, mübarek ashabı, ehli beyti ve onların yollarından giden Allah'ın kulları eğer yerine getirmişse, biz niye bu ibadet hakkında Türkler demişken ileri geri danışırıq? Bu ibadeti Uca Rabbimiz emredir. Dinimiz, yine de deyirəm, məntiq dini değildir. Məntiqimizə güvənəriksə, bir hökmü, verilen bir ayəni eğer məntiqimizlə anlamağa çalışarıqsa ne güzel. Ama o hüküm hakkında hüküm vermeye üçün məntiqimizə dayanarıqsa, o zaman büyük bir səhvə yol vermiş olaraq. Bilməliyik ki, biz ne kadar çok bilgiye sahip olsak da, şeytan bizden daha çok bilgiye sahiptir. Ama o bilgisi ona hiçbir fayda vermedi. Çünkü Allah Teala bize bir yol gösteriptir. O yolun adını İslam koymuşuq. O yol teslimiyettir. Bu yolda eğer Peygamberimiz hac ederken haralarda olmuşsa, neler etmişse onun ettiğini mütlak hayata geçirmek lazımdır. Onun hakkında müzakire kesinlikle bizim işimiz olabilmez. Çünkü Uca Rabbim bizim için, bizim hakkımızda en hayırlısını isteyir. Ona göre hayırlısını isteyir ki, öz aramızdan peygamberler seçir. Elə peygamberler seçir ki, o peygamberlerini möcüzeleri ile kuvvetlendirir. Elə Kur'an-ı Kerim Allah Resuluna verilen möcüzelerin en mükemmeliydi. Arapça bilenler, Arap diline vakıf olanlar, Kur'an-ı Kerim'de geçen cümleleri, ayeleri okuduğu zaman çok güzel anlayır ki bunlar insan kelamı olabilmez. Hele biz o ayeler hakkında fikir yürüdür, özümüze məxsus bir məntiqlə həcci, namazı, duanı fərqli bir şekilde anlamağa çalışmağımız heç də doğru değildir. Allah Resulü'nün ettiği kimi, Allah Resulü'nün yolundan gedenlerin ettiği kimi, Kur'an-ı Kerim'de yazıldığı kimi, Uca Rabbimizin bize gönderdiği, bize gösterdiği mübarek İslam yolunda yerimek lazımdır. O yolda ele yerimek lazımdır ki, sütunlar sarsılmasın. O sütunlardan biri de hac ibadetidir. Aziz değerli müminler, hac bir teslimiyettir. Uca Rabbimiz davet etmiş, biz de ona teslim olmuş, bu yola çıkmış, eziyetlerine bakmayarak yine de oradaki bütün haccın rituallarını yerine getirip, eğer bitirip ve tam kamil icra ederikse, o zaman cennet müjdesine nail olarak. Çünkü məqbul olan, məbrur olan həccin qarşılığı yalnız ve yalnız cennettir. Ona göre ki, o emellerin sonunda insan için ilk defa dünyaya geldiği zaman nece günahlardan temiz, arınmış bir şekilde, günahsız bir formada dünyaya gelirse, bütün qaydalarına riayet ederek həz yerine yetiren bir hacının da eyni anadan dünyaya gelen uşaq kimi tertemiz olmasında hiçbir şüphe olmasın ki, çünkü o cennet ile müjdelenen insanların arasındadır. Aziz değerli müminler, həccin hikmetlerinden biri de bundan ibarettir ki, həcc sayesinde insanlar bir kardeşlik görüşü təşkil edirlər. Həcc vaxtı Ərafata, Minaya, Müzdəlifəyə, Kəbə evinə toplaşan insanlar ilk olarak birbirləri ilə arasında olan münasibətlərə diqqət eləyərlər. Ehram geyindikten sonra ehramın qadağalarından ilki insanların birbirləri ilə münaqişədən, mübarizədən, mübahisədən, muharebeden
uzaq durmalarıdır. Kəsinliklə mübahisəyə belə getməməlidir ki, bu da qardaşlıq prinsipinin təməllərindəndir. Həccin mahiyyətlərindən biri də ondan ibarətdir ki, varlı kasıb arasında heç bir fərqi görmək mümkün deyildir. Qara dərili, ağ dərili, qara saçlı, ağ saçlı fərqi yoxdur. Dillər hansı istiqamətdə formalaşırsa formalaşsın, dilindən, irqindən, mədəniyyətindən asılı olmayaraq, bütün insanlar eyni amal, eyni məqsəd, eyni niyyətlə sırf Allaha xatir o müqəddəs torpaqlara üz tuturlar. Biz hal-hazırda həcc ayları içərisindəyik və o mübarək yola yollanan insanlar da var müxtəlif yerlərdən və bizim məmləkətimizdən də inşallah qısa bir zaman dilimindən sonra o mübarək torpaqlara yola düşənlər olacaqdır. Bu vəsilə ilə, bu münasibətlə oraya getmək istəyən, gedən bütün hacı namizədlərini təbrik edir və onlara məqbul və məbrur həcc arzulayırıq. Burada qalan və yaxud da məmləkətlərində qalan həcc etməyən, edə bilməyən qardaşlara, bacılara üz tutub onu deyə bilərəm ki, Allahın yanında həccə gedənin sevinci ilə həccə gedə bilməyib üzüntü çəkən insanın üzüntüsü arasında heç bir fərq yoxdur. Bəlkə də həccə getmədiyi üçün üzülən insan həccə gedib mübarək bir həcc yerinə yetirib aldığı savabdan daha çox savab əldə eləyər. Ona görə də əl-xayru fīmə vaqa'a, xeyir baş verən işlədir deyib dualarımızdan əl çəkməyib, bir gün biz də uca Rəbbimizdən qismət nəsib olar, həcc ziyarətinə inşallah gedərik niyyəti ilə dualarımızdan və ibadətlərimizdən uzaq qalmamalıyıq. Uca Rəbbim hər birinizə Allahın razı qalacağı xeyirli əməllər və həcc nəsib eyləsin. Və aqimus salah, cüməniz mübarək olsun.